Sen burada gözlə. Mən çıxım yola, bir maşın tapım. Qorxuram yaman. Neyniyək? Başqa çarəmiz yoxdur. Bəyin Oğurlanması filmindəki Yasəmən qısa vaxtda parlayıb bir anda səhnələrdən itən kung-fu üzrə Azərbaycan çempionu Natəvan Məmmədova. O indi haradadır? Hani Yasəmən? Allah sən saxla. Yenə uşağı işdə gün atına min. Hani? Keç də. Natəvan Məmmədova 1966-cı il martın 7-sində Bakıda anadan olub. 15 saylı orta məktəbi bitirib. Uşaqlıqda həkim olmaq istəsə də, valideynlərinin ayrılması səbəbindən anası onu oxuda bilməyib. Natəvan bir müddət anasının işlədiyi moda evində paltarları nümayiş etdirirdi. Məhz o zaman maraqlı bir hadisə baş verir. Rejissor assistenti Ramiz Əliyev onun şəkillərini görür və Park filmi üçün gənc qız axtaran məşhur rejissor Rasim Ocaqova göstərir. Natəvan isə memar olmağa hazırlaşdığı üçün filmə çəkilmək istəmirdi. Amma Ramiz Əliyev onu razı salmaq üçün israr edir. Ata, Nə var? ata olar gedim kitabxanaya kitabları değişeyim. Yox. Getməyəcəksən. Heç yana getməyəcəksən. Özün yaxşı bilirsən niyə. Natəvan xatırlayır. Mənə deyirdilər ki, ayıbdır, böyüklər xahiş edir. Bu sənə ömürlük xatirə qalacaq. Beləliklə, 17 yaşında Natəvan 1983-cü ildə ilk dəfə kino ekranına çıxır. Sen burada tek yaşayırsan? Hə? Lap tek? Hə? Heç kimin yoktu senin. Mənim yaxşı dostlarım var. Məni onlarla tanış eləyərsən. Əlbəttə. Mən həmişə öz qızlarımı dostlarımla tanış eləyirəm. Adətimiz belədir. Həmin illərdə o, Memarlıq və İnşaat Universitetinə qəbul olunur və sonradan magistratura təhsili də alır. Park filmindən sonra digər rejissorlardan dəvətlər gəlir. Ne oldu? Deyəsən, atan keçdi. Tənha Narın Nağılı filmində Surət obrazı, Bəyin Oğurlanmasında Yasəmən, 17 yaşlı oğlan filmində Mələkə obrazları. Biriydi, gözləyirdim bu xəbəri. Əziz sevgilim, mən səni çox sevirəm. Ay, kaşanları yandırın. Hadi. Hadi. Kesin. Səhnə arxası xatirələr də maraqlıdır. Natəvan deyir, filmdə nişanlım rolunu oynayan Şamil Süleymanov çəkilişlər arası mənə kiçik bacısı kimi qayğı göstərirdi. Çəkilişlərə görə səhər saat 4-də oyadılırdıq. Bəzən ayaq üstə yatırdıq. Когда это он успел? Вчера родители не возражают. Договорились, что свадьба осенью. Когда урожай соберут? А ты? А я сказала, что не хочу за него. Kino karyerası uzun sürmür. 17 yaşlı oğlan filmindən sonra Natəvan incəsənətlə birdəfəlik vidalaşır. Çox insan, xüsusilə o yaşda filmlərdə rol almağı xəyal edir. Amma mənim üçün həqiqətən maraqsız idi. Aktrisalıq etmək ümumiyyətlə planlarıma daxil deyildi. Natəvan isə idmanla məşğul olur. 1990-cı illərdə kung-fu üzrə 2 dəfə Azərbaycan çempionu olur. Hələ uşaqkən nənəsinin həkimindən masaj qaydalarını öyrənmiş Natəvan, Kung-Fu Federasiyasında məşqçi olduğu illərdə həmkar və tələbələrinə reabilitasiya masajları edir. Salam Meleki. Salam Meleki. Hoş gelmişsin. İb xanım. Göndər. 1993-cü ildə rejissor assistenti kimi səhnəyə qayıdır. Ceyhun Mirzəyevin dəvəti ilə Fəryad filminin rejissor assistenti olur. Həmin filmə Natəvanın 1 yaş 8 aylıq oğlu da çəkilir. Və Ceyhun Mirzəyev uşağın üstünə qışqırır və deyir anaya olmaz, çünki uşağı ağlatmaq lazım idi. Kadr üçün uşağın ağlaması da lentə alınır.
yenidən qaydaq 1980-lərə. 1980-ci illərin ortalarında Natəvan kino sahəsində böhran yaşadığını görür və bu sahədən tamamilə uzaqlaşır. Bir müddət memarlıq üzrə işləyir, ailə qurur və 1998-ci ildə həyat yoldaşı və oğlu ilə İsrailə köçür. Burada memar kimi çalışma icazəsi almasa da, hazırda kineziologiya və kosmetologiya ilə məşğuldur. Natəvan Məmmədova film sahəsindən qəfil uzaqlaşsa da, o illəri indi də xoş xatırlayır. Cavanlığımla bağlı olan bütün filmlər məndə xoş təəssürat yaradır. Ümumiyyətlə, gəncliyimlə, Azərbaycana və Bakı ilə bağlı bütün xatirələr mənim üçün çox dəyərlidir. Əgər siz də belə maraqlı hekayələri izləmək istəyirsinizsə, kanalımıza abunə olun və zəngli bildirişləri açmağı unutmayın. Daha yeni maraqlı həyat hekayələri ilə qarşınızda olacağıq. Gözdə qulaqda olun. Hələlik.